8-ci fəsil. Əmək şəraiti, əmək funksiyası və bunların tətbiqini tənzimləyən hüquq normaları. Maddə 54. Əmək şəraitinin təmin edilməsi. İşçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir. Peşə, vəzifə adlarının, ixtisasların, əməyin ödənilməsi dərəcələrinin müəyyən edilməsi, əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi, əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsi, sanitariya və gigiyena normalarına əlilliyi olan şəxslərə münasibətdə isə həmçinin əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq müəyyən edilən iş yerlərinin standartlarına cavab verən iş yerinin və iş şəraitinin yaradılması, əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi, əmək funksiyasının məcəllə ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsini, bu məcəllə ilə müəyyən edilmiş istirahət vaxtından, məzuniyyətlərdən istifadə olunmasını, işçilərin qanunla müəyyən olunmuş məcburi dövlət sosial sığorta və digər icbari sığorta edilməsini, işçilərə əmək funksiyasının icrası üçün zəruri olan avadanlıqların, materialların, adətlərin, texniki və digər sənədlərin vaxtında verilməsi və onların lazımi keyfiyyətdə olması, insanın immun çatışmazlığı virusu ilə yaşayan işçi ilə məsləhətləşmə aparmaqla onun üçün münasib iş şəraitinin yaradılması, xüsusi avadanlıqlarla təminat, istirahət fasilələri üçün imkanlar və tibbi müayinələr üçün icazələrin verilməsi və s. Əmək müqavilələrində kollektiv müqavilələrdə nəzərdə tutulan şərtləri, bu məcəllə ilə müəyyən olunmuş hallar istisna edilməklə əmək şəraitinin şərtləri bir tərəfli qaydada dəyişdirilə bilməz. Maddə 55. Əmək şəraitinin əlavə şərtləri. Əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işə götürən imkanı hesabına bu məcəllədə yaxud kollektiv müqavilədə nəzərdə tutulmuş əmək şəraitinin şərtlərindən daha yüksək əmək haqqı, əlavə məzuniyyət müddəti, qısaldılmış və ya natamam iş vaxtı, əlavə fərdi sığorta məbləği, sosial təminat və yardımlar, habelə heç bir norma ilə məhdudlaşdırılmayan digər əlavə şərtləri müəyyən edə bilər. Bu əlavə şərtlərin dairəsi, qüvvədə olma müddəti və istifadə qaydaları, habelə onların dəyişdirilməsi tərəflərin razılığı ilə müəyyən edilir. Əmək funksiyalarının məsafədən distant iş formasında yerinə yetirilməsi ilə əlaqədar əmək şəraitinin əlavə şərtləri tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsi ilə müəyyən edilir. Maddə 56. Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi. İstehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zərurəti olduqda, işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. İşə götürən əmək şəraitinin şərtlərini bu məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa, dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı, kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə məlumatı və ya əmri, sərəncamı, qərarı ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinin bu məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin C bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. Bu məcəllənin 55-ci maddəsində nəzərdə tutulmuş qaydada işə götürən tərəfindən müəyyən edilən əmək şəraitinin əlavə şərtlərinin dəyişdirilməsi, əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Azı 50 nəfər işçi çalışan müəssisədə və ya fiziki şəxs olan işə götürənin yaratdığı iş yerində, işçilərin ümumi sayının 10%-dən çoxunun əmək şəraitinin şərtlərinin pisləşməsinə səbəb olan dəyişikliklər aparılarkən, bunun hansı məqsədlə edilməsi əsaslandırılmaqla işə götürən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, quruma rəsmi məlumat verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan, qurum həmin tədbirlərin əsaslı və qanuna uyğun həyata keçirilməsini araşdırıb, səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görür. Maddə 57. İşçinin əmək funksiyası. İşə götürən işçinin əmək funksiyasının əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirilməli olduğu, müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir.
Əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş vahid tarif ixtisas sorğu kitabçasına əsasən və ya işə götürən tərəfindən müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir. Əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Bir tərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir. Əgər müəyyən səbəblərdən işə götürən göstərilən işlərlə işçini təmin edə bilmədiyinə görə ona peşə ixtisas dərəcəsinə uyğun olan başqa iş verəcəksə, işçi həmin işləri yerinə yetirməkdən yalnız orta əmək haqqı saxlanılmadıqda imtina edə bilər. Maddə 58. Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsi. Əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasına əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri sayılır. Əvəzçilik üzrə iş vaxtının müddəti bu məcəllənin 89-cu maddəsi ilə müəyyən edilmiş normanın yarısından çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir. İş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işə götürənin razılığı tələb edilmir. İş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işə götürənin razılığı ilə yol verilir. Əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini, əlavə iş yerinin işə götürəni ilə əmək müqaviləsi bağlanarkən tərəflərin özləri müəyyən edirlər. Əlavə iş yerində əvəzçilik üzrə əmək fəaliyyəti göstərən işçilərə bu maddənin 5-ci və 6-cı hissələrində göstərilən hallar istisna olmaqla heç bir məhdudiyyət qoyulmadan əmək qanunvericiliyi ilə müəyyən edilmiş bütün normalar, qaydalar və müddəalar şamil edilir. Əgər işçi əsas iş yerində zərərli, təhlükəli və insanın sağlamlığına mənfi təsir göstərən amillər olan əmək şəraitində işləyirsə, onda onun eyni əmək şəraitlə əlavə iş yerində əvəzçilik üzrə çalışması yol verilməzdir. Yaşı 18-dən az olan işçilərin əvəzçilik qaydasında əlavə iş yerində çalışmalarına yalnız onların həm əsas, həm də əlavə iş yerində gündəlik iş vaxtının cəmi bu məcəllənin 91-ci maddəsində onlar üçün nəzərdə tutulmuş qısaldılmış iş vaxtından çox olmadıqda yol verilir. Bilavasitə qanunvericilikdə nəzərdə tutulmuş hallarda dövlət orqanlarının müvafiq vəzifəli şəxslərinə bu maddədə nəzərdə tutulan əvəzçilik üzrə əmək müqaviləsi bağlayaraq əlavə iş yerində işləmək hüququ şamil olunmur. Maddə 59. Başqa işə keçirilmə. İşçinin başqa işə keçirilməsinə onun razılığı ilə əmək müqaviləsinə dəyişiklik edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. İşçinin başqa işə keçirilməsi dedikdə, işçi tərəfindən əmək müqaviləsinə nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsi başa düşülür. Maddə 60. İşə götürən təşəbbüsü ilə başqa işə müvəqqəti keçirmə. İşçi onun razılığı olmadan istehsalat zərurəti və boşdayanma hallarının qarşısını almaq məqsədi ilə bir ay müddətinə müvəqqəti olaraq başqa işə keçirilə bilər. Bu halda işçi onun səhhətinə mənfi təsir edən, habelə aşağı ixtisaslı işə keçirilə bilməz. Başqa işə keçirilmə müddətində işçinin əməyi görülən işin müqabilində, lakin əvvəlki orta əmək haqqından aşağı olmamaqla ödənilir. Maddə 61. Başqa işçinin əmək funksiyasının icrası. Müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. Bu zaman əmək haqqı bu məcəllənin 162-ci maddəsində nəzərdə tutulan qaydada ödənilir. Vakant vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi vakant vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona vakant vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının vəzifə maaşının yarısından az olmamaq şərti ilə əmək haqqına əlavə ödənilməlidir. Vakant vəzifə üzrə işçiyə 3 aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəz edici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da vakant vəzifəyə yeni işçi götürülür. Əgər vakant vəzifə üzrə əmək funksiyası vakant olmayan vəzifə üzrə əmək funksiyası ilə eyni xarakterdədirsə, həmin vakant olmayan vəzifəni tutan işçi onun razılığı ilə öz vəzifəsində qalmaqla həmçinin belə vakant vəzifəyə təyin edilə bilər.
Bu zaman işçiyə vakant vəzifə üzrə nəzərdə tutulmuş əmək haqqının vəzifə maaşının yarısından az olmamaq şərti ilə əmək haqqına əlavə ödənilir. Maddə 62. İşçinin işdən kənar edilməsi. İşə götürən aşağıdakı hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər. A. İşçi alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəldikdə, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olduqda. B. Bu məcəllənin 226-cı maddəsi ilə müəyyən edilmiş hallarda işçi icbari tibbi müayinə olunmaqdan boyun qaçırtdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə, habelə icbari tibbi müayinə ilə bağlı verilmiş tibbi rəydə əmək funksiyalarının yerinə yetirilməsinə əks göstərişlər aşkar edildikdə. C. İş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətalara və ya cinayət tərkibi olan ictimai təhlükəli əməllər törətdikdə. Ç. İnsanın immun çatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə və vəzifələrdə işləyən işçi vaxtaşırı insanın immun çatışmazlığı virusuna mütləq tibbi müayinədən imtina etdikdə. D. Müəyyən olunmuş qaydada əməyin mühafizəsi üzrə təlimdə iştirak etməkdən və biliyinin yoxlanılmasından boyun qaçırtdıqda. E. Əmək vəzifələrinin pozulması halının araşdırılmasına maneçilik törətdikdə. İşçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar, həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər toplanılaraq sənədləşdirilməlidir. İşə götürən işçinin işdən kənar edilməsi üçün əsas olan hal aradan qaldırılana dək işçini işdən kənarlaşdıra bilər. İşçinin işdən kənarlaşdırıldığı müddət hər bir konkret halın xarakterinə, işçinin işdən kənarlaşdırıldığı müddətdə həmin halın aradan qalxmasına və ya davam etməsi ondan asılı olan hallarla bağlı işçinin etdiyi hərəkətlərə, hərəkətsizliklərə uyğun olaraq işə götürən tərəfindən müəyyən edilir. İşə götürən işçinin işdən kənarlaşdırılması barədə əmrini, sərəncamını, qərarını vaxtından əvvəl ləğv edə bilər. İşdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. Üzürlü səbəbdən icbari ilkin və ya vaxtaşırı tibbi müayinədən keçməyən işçilər işdən kənarlaşdırıldıqda, onlara işdən kənar edildiyi vaxt ərzində boş dayanma qaydasında əmək haqqı ödənilir. İşdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib edilməməsindən asılı olmayaraq işə götürən bu məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər. İşdən kənar edilməsini işə götürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi, pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. Maddə 63. Mülkiyyətçi dəyişdikdə əmək münasibətlərinin tənzimlənməsi. Müəssisənin mülkiyyətçisi dəyişdikdə bu maddənin ikinci hissəsində göstərilən işçilərdən başqa qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. Bu işçilərin əmək müqavilələrinə müəyyən edilmiş qaydalara əməl edilməklə bu məcəllənin 70, 73 və 75-ci maddələrində nəzərdə tutulan müvafiq əsaslarla xitam verilə bilər. Yeni mülkiyyətçi tərəfindən müəssisənin, işə götürənin rəhbərinin, onun müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrin rəhbərlərinin əmək müqavilələrinə mülkiyyətçinin dəyişməsi ilə əlaqədar bu məcəllənin 68-ci maddəsinin Ç bəndi ilə xitam verilə və ya bu məcəllənin 56-cı maddəsində nəzərdə tutulan qaydada onların əmək müqavilələrinin şərtləri dəyişdirilə bilər. Mülkiyyətçinin dəyişməsi ilə əlaqədar yeni mülkiyyətçi və ya işə götürən tərəfindən sahibkarlıq fəaliyyəti və hüququndan sui-istifadə edərək işçilərin peşəkarlıq səviyyəsini, əmək funksiyasını icra etmə bacarıqlarını, mülkiyyətçinin sahibkarlıq fəaliyyətinə xələl gətirə bilən səriştəsizliklərini aşkara çıxarmadan, onların əmək müqavilələrinə kütləvi şəkildə xitam verilməsi yol verilməzdir. Yeni mülkiyyətçi və ya işə götürən işçilərin peşəkarlıq səviyyəsini, müəssisədə mövcud olan iş yerlərinin sahibkarlıq fəaliyyətini sərbəst surətdə həyata keçirmək üçün zəruriliyini, iş yerlərinin və işçilərin attestasiyasını keçirməklə müəyyən etməlidir.
Qeyd: Bu maddənin 3-cü hissəsində əmək müqavilələrinə kütləvi şəkildə xitam verilməsi dedikdə, müvafiq müəssisəyə mülkiyyət hüququ yaranan gündən 3 ay ərzində eyni zamanda və ya ayrı-ayrı vaxtlarda işçilərin ümumi sayı 100 nəfərdən 500 nəfərədək olduqda onların 50 faizindən çoxunun, 500 nəfərdən 1000 nəfərədək olduqda onların 40 faizindən çoxunun, 1000 nəfərdən artıq olduqda onların 30 faizindən çoxunun yeni mülkiyyətçi və ya onun təyin etdiyi işə götürən tərəfindən bu məcəllənin 70, 73 və 75-ci maddələrində müəyyən edilmiş əsaslarla əmək müqavilələrinə xitam verilməsi başa düşülməlidir.